Hüseyin müəllim, salam əleykum. Bir dənə bu sənədə qol çəkin, mən işdən azad olum da. Yoxdur, çıxın işdən, problem yoxdur, amma son xahişimdir. Bir dənə deyim 5. Hadi gələ dedim də, elə siz də bambılı zarafatlar edirsiniz. Yol və çərçivələrdən qırağa çıxırsınız. Son ricamdır sizdən. Deyin 5. Yaxşı, 5. 5000 manat edirəm maaşınızı. Qalırsınız işdə. Yox əşi. Ağzıma King Kong bəbəşi. Malina var, malina, moruq, çələk, malina. Amma soxdu heç adam kimi başa düşmürsən, şüd. İnsanlıq var, insanlıq, şərəf, ləyaqət və insanlıq. Gözdə düşürəm. Deməli sizə bu lazım idi, elə deyilmi? Ehtiyacınız budur. Mənə gic-gic danışsan, düşürəm səni göt baş eləməyə. Çox təəssüflə bildirmək istəyirəm ki, sizin kimi diqqətli, professional, qayğıkeş, empatiyası yüksək səviyyədə olan bir əməkdaşla yollarımı ayırmağa məcburiyyəti məni pərişan edir. Hilal bəy, mən qaydasında deyiləm. Hüseyin müəllim, niyə axı? Nöşün, atdansın, dökün. Mən də bir hündür boy, əsmər, yaşıl göz bir qız sevirdim. Özdə ailəsi çox imkanlı idi. Yəqin ki, mənim təcrübəm çatmır, amma mən əminəm ki, sənin bu seçimin arxasında böyük bir məna var. Nə olar, xahiş edirəm, o mənimlə bölüş. Niyə sırf qarğıdalını seçdin? Əminin ağzına pox. Onda sizdən bir dənə axırıncı xahişim var. Mənim üçün xüsusi, fərdi belə bir dənə atalar sözü fikirləşə bilərsiniz. Yaxşı. Adın nədir oğul? Hilal, Nə işlə məşğulsan? TikTokerəm. Boyun neçədir? 1.90. Soxsam yoxsan.